Orta Tunç dövrü. Əli, Orta Tunç dövrü deməli neçənci minillikləri əhatə eləyir? Eramızdan əvvəl 3-cü minilliyin sonlarından 2-ci minilliyin ortalarına qədər. Ay sağ ol. Orta Tunç dövrünün əsas əlamətləri hansılardır? Burada üzümçülük, bostancılıq, şərabçılıq kimi yeni peşələr meydana gəldi. Azərbaycana maldar tayfalar mövqeyi gücləndi. Sənətkarlıq və ticarət inkişaf elədi. İkinci əmək bölgüsü yarandı. Sənətkarlıq ayrı bir peşəyə çevrildi. Ay sağ ol. Bəli, sənətkarlıq ayrı peşəyə çevrildi. İkinci ictimai əmək bölgüsü baş verir. Və həmçinin burada birinci erkən Tunçda deyək ki, tayfa yaranmışdı, amma artıq Orta Tunçda necə oldu? Tayfa ittifaqları. Eləmi? Ay sağ ol. Bəli. Bəli. Sonra nə demək istəyirsən? İlkin şəhər məskənləri salınmağa başlanıldı. Divarlar əhatə olundu. Urmiyada Göytəpə, Naxçıvanda Oğlanqala, 2-ci Kültəpə, Qarabağda Nərgiztəpə, bir də var idi. Adı yadımdan çıxdı Qarabağda, bir də var idi. Qarabağda Üzərliktəpə, Əli. Bəli, Üzərliktəpə. Üzərliktəpə ilə Nərgiztəpə, Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala, eləmi? Urmiya göl ətrafında da Göytəpə, ay sağ ol. Bəli, düzdür. Sonra keçirik deməli Son Tunç dövrünə. Son Tunç dövrü neçənci minillikləri əhatə elədi? Eramızdan əvvəl 14-7-ci əsrləri əhatə edən Son Tunç dövrü olur. 14-dən bəli 7-yə qədər. Son Tunç dövründə nə idi əsaslar? Nələr baş verdi? Güclü, hərbi cəhətdən güclü olan tayfalar, zəif tayfalarının hər bir şeylərin əllərindən almağa başladı. Üçüncü əmək bölgüsü baş verdi. Yəni nədən ayrılır? Tacirlər sənətkarlardan ayrılır, eləmi? Bəli. Atlardan minik və qoşun üçün istifadə olunmağa başlandı. Dəvələrdən sadəcə minik kimi istifadə olundu. Bəli. Bir də Əli, burada Qarabağda, Xocalıda tapılmışdı. Nə tapılmışdı orada? Muncuq tapılmışdı. Aşurla ticarət əlaqəsini sübut edirdi. Ay sağ ol, bəli, düzdür. Sonra Muğanda, Uzuntəpədə də dəmir tiyələri, tunç dəstəklər tapılmışdı, eləmi? O da sübut edirdi ki, bu dövrdə artıq dəmir geniş istifadə olunmağa başlamışdır. Bəli, düzdür. Sonra hansı heyvan idi artıq din müqəddəs rol oynamağa başlayır insanlar həyatında? Hətta Çindən ya hardaysa səmaatlar var idi. Ay sağ ol. Mannadakı deyəsən. Səma atları. Bəli. Hə. Bir də varlılarda adına Kurqanarlı adılırdı. Asılan qəbirlərdə görülürdü ki, maddi cəhətdən vəziyyəti pis olanların Kurqanlarından hesab çıxmır. Amma varlı şəxslərin Kurqanlarından silahlar, atlar, şəxsi